mən sizin parlamentdəki çıxışınızın mətni ilə tanış oldum. Hesablama Palatası hesabat verib Milli Məclisdə və bir sıra dövlət orqanlarında qanunsuzluqlar aşkarlanıb, dövlət vəsaitinin qanunsuz sərf edildiyi, israf olunduğu ortaya çıxarılıb. Siz də bu məsələyə çox kəskin reaksiya vermişsiniz və təbii ki, deyirsiniz ki, çıxışınızda biz kimisə həbsə atılmasını, işdən çıxarılmasını arzulamırıq, amma bunun bir nəticəsi olmalıdır. Mən hesab edirəm ki, siz tamamilə haqlısınız. Bu bütövlükdə Azərbaycan ictimai rəyində fikir belədir. Azərbaycan xalqı bu cür düşünür. Əgər bir qanun pozuntusu varsa, bunun mütləq cəzası olmalıdır. Cəzası olmayacaqsa, bu problemlər öz əlindən tapmayacaq. Ulu Öndər Heydər Əliyevin bir yaxşı sözü vardı. Deyirdi, iki cinayətkar cəzasız qalmamalıdır, eyni zamanda günahsıza da cəza verilməməlidir. Təqribən məna belə idi. Yəni, əgər kimsə cinayət törədibsə, dövlət vəsaitini qanunsuz sərf edibsə və yaxud da bir səhlənkarlıq edibsə, bunun cəzası verilmirsə, bununla bağlı bir tədbir görülmürsə, bu digər məmurlara da pis nümunə və örnək olur və beləliklə hər kəs o cəzasızlıq mühitindən istifadə edib daha çox qanun pozuntusuna yol verə bilər. Sizcə biz bu problemləri necə həll etməliyik? Bunun həlli yolu nədən ibarətdir? Doğrudan da ölkəmizdə kifayət qədər problemlər var. Ölkənin dövlət büdcəsi kifayət qədər də yüksəkdir. Ayrı-ayrı problemlərin həll olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Parlament bunu təsdiq edir, müzakirə edir. Və sonra məlum olur ki, bir çox vəsaitlər təyinatı üzrə xərclənməyib, xərclər və satın almalar şişirdilib, səmərəsiz xərclərə yol verilib, xərclərin təyinatı dəyişdirilərək tamamən nəzərdə tutulun təyinatdan kənar məqsədlər üçün xərclənib və bundan başqa da vəsaitin müəyyən bir hissəsi də xərclənmədiyi üçün dövlət büdcəsinə qaytarılıb. Bu doğrudan da çox ciddi suallar yaradır. Birincisi, hesablama Palatası bu nöqsanları aşkara çıxarır, tövsiyələrini verir. Amma aidiyyatı o qüsur, nöqsanlar aşkarlanmış vəzifəli şəxslə bağlı hansı addımlar atılır, bununla bağlı məlumat yoxdur. Yəni, onun burada hər hansı bir cəza tədbiri, maliyyə sanksiyası, töhmət və s. nəsə olmalıdır və təbii ki, o əsassız xərclənən vəsait də geri qaytarılmalıdır, bu bir mənalıdır. Və bununla bağlı biraz daha şəffaf yanaşmalara ehtiyac var. Daha doğru, dürüst açıqlamalara ehtiyac var. Və insanların da bu məsələdə məlumatlandırılmasına ehtiyac var ki, heç kim düşünməsin ki, hər hansı bir qanunsuzluq cəzasız qalır. Biz müxtəlif şikayətçilərlə görüşürük. Onlar həmişə mənə deyirlər ki, əsasən elə biz sadə insanlar hər hansı bir qanunsuzluq eləyən zaman o saat, yəni ki, bizi çəkirlər məhşər ayağına. Mən də deyirəm ki, təbii ki, kim hər hansı bir qanunsuzluq edirsə, qanun pozuntusu edəcəksə, buna göz yumulmayacaq. Yəni, qanunun bu tələbidir. Onda onlar sual verir ki, bəs ayrı-ayrı şəxslərə niyə bu tətbiq olunmuş? Mən deyərdim ki, indi əvvəlki zaman deyil, indi demək olar ki, tətbiq olunur. İndi biz görmüşük ki, daha vəzifəli şəxslər də həbs olunublar və s. Yəni, dövlətin bu məsələ ilə bağlı iradəsi var və mən deyərdim ki, hətta cənab prezident də bununla bağlı kifayət qədər qətiyyətli mövqe sərgiləyib. Ona görə də daha ciddi belə deyək ki, açıqlamalara, səmərəli təkliflərə və eyni zamanda hər kəsi razı salacaq addımların atılmasına və gələcək o nöqsanların da yenidən təkrarlanmaması üçün addımlar atılmasına ehtiyac var. Məsələn, belə deyək ki, büdcədə indi satın almalarda və s. şişirdilmiş rəqəmlər eləyirlər. Elə olur ki, məsələn, hər hansı bir satın almada və yaxud hər hansı bir layihəni 2 dəfə, 3 dəfə şişirdirlər. O deməkdir ki, o pul silinəcək. Amma bugün dövlət büdcəsini, bugün biz Qarabağı yenidən tikməliyik, ayrı-ayrı
insanların sosial problemlərini həll etmək üçün dövlət büdcəsinin vəsaitlərinə ehtiyac var. Kifayət qədər böyük bir hərbi büdcəmiz var. Bəli, ona vəsait lazımdır. Kimsə də bunu cibinə qoymaq istəyirsə, bu yol verilməzdir. Əlavə olaraq, ən çox mənim başa düşmədiyim və qəbul etməyəcəyim bir məqam var ki, qənaət. Mən normal qənaətin tərəfdarıyam. Təbii ki, qənaət olunmalıdır dövlət büdcəsinə. Təbii ki, hər bir kəs özünün ailə büdcəsinə də qənaət etməlidir. Biz necə işığı söndürürük ki, daha çox yazmasın ki, ya bir təbii qazı yandıran zaman da ehtiyac olmayanda söndürürük. Çünki ayın sonunda bizə daha çox pul gələcək və bu bizim büdcəmizdən gedəcək. Bu dövlətin büdcəsi də bizim hər birimizin büdcəsidir. Biz onu qorumalıyıq. Dövlət o büdcənin üzərinə düşən öhdəlikləri yerinə yetirir. Amma qənaət olsun o baxımdan. Amma sən sadəcə olaraq əlini ağdan qarıya vurma, zamanında çalışma və o sənə sərf etməyən bir layihə olsun deyə onu yerinə yetirmə və deyirsən ki, lazım olmadı, mən dövlət büdcəsinə qaytarıram. Bu qəbul edilməzdir. Çünki əlini açıb yalvaran və sosial problemlərinin həllini gözləyən nə qədər bizim qəsəbələrimiz, kəndlərimiz, şəhərlərimiz, ayrı-ayrı qurumlarımız var, insanlarımız var ki, onlar vəsait, o işlər vəsait çalışmamazlığı ucbatından həll olunmur. Vəsaiti geri qaytarırlar. Siz, mən parlamentdə də bunu dedim, burada da təkrar eləmək istəyirəm. Belə düşünək ki, kiminsə bir 10 nəfərin baş ağrısı var. Diş ağrıyır, baş ağrıyır, soyuq dəyməsi var. Biz də baş ağrısı, ağrı kəsici gətirdik, parasetamol var, 10 paçka. O insanlar yalvarır ki, mən başım ağrıyır və biz baxırıq ki, demir ki, bizdə bu parasetamol var. Sonra düşünürük ki, ehtiyac olmadı bu parasetamola, qaytaraq depoya. Bunu qəbul etmək olarmı? Bu doğru, dürüst, mən bunu cinayət kimi hesab edirəm. Çünki bu artıq insanlığa qarşı bir cinayət demək, insanlığa qarşı bir məsuliyyətsizlikdir, səmərəsizlikdir, vəzifəsi nöqtəsindən gəlməməkdir. Ona görə də mən düşünürəm ki, Hesablama Palatasının aşkarladığı nöqsanlarla bağlı ciddi tədbirlər görülməlidir və bununla bağlı ictimaiyyətə də məlumatlar verilməlidir.